Hər birinizi xoş görürük dostlar. Sekodex kanalına hər biriniz xoş gəldiniz. Mən Elvin Abbasov. Bugünkü mövzumuzda şəbəkənin ikinci mövzusu olan IP adresləri haqqında danışacağıq. IP adresi nədir? IP adresi şəbəkədəki hər cihaza təyin olunan unikal bir ünvandır deyə bilərik. Açılışı internet protokol deyə bilərik. IP adresi iki cür olur. IPv4 və IPv6 adresi gördüyünüz kimi. IPv4 adresi 1981-də yaranıb, IPv6 adresi 1998-də yaranıb. IPv4 adresi 32 bitlik adresdir və biz əsasən IPv4 adresindən istifadə edəcəyik və IPv4 adresi haqqında danışacağıq. IPv6 adresi isə 128 bitlik IP adresidir. Bəs deyə bilərik ki, IPv4 adresi ola niyə IPv6 yarandı? Belə deyək, IPv4 adresi 32 bitdir, yəni bunu ikiliyə çevirəndə 2 üstü 32 ədəd IP adresi mövcuddur. Bu da 4.3 milyard IP adresinə bərabər gəlir. Və cihazların sayı, şəbəkələrin sayı get-gedə artdıqca artıq 4.3 milyard IP adres bəs eləməməyə başladı və ona görə də nəticədə IPv6 adresi yarandı. Bu da 7.9 vurulsun 10 üssü 28 qədər IP adresi deməkdir və bu da ki, hələ bunun bitməsinə çox var deyə bilərik. IPv4 adresi gördüyünüz şəkildə bu şəkildədir. 32 bitdir. Bunların 4 ədəd 8 bitlik adresdən ibarətdir. Bunların və hər birini oktet adlandırırlar. Məsələn, bu bir oktetdir, bu bir oktetdir, bu bir oktetdir, bu da bir oktetdir. IPv6 adresi isə 128 bitlik adresdir. Gördüyünüz kimi IPv6 adresi də bu şəkildə olur. Daha sonra IP adresinin klasları mövcuddur. IPv4 adresini haqqında danışacağıq dediyim kimi. Burada 5 klass mövcuddur və hər klassın əhatə dairəsi bunlardır. A klass 1-126 arası rəqəmlər ala bilər. 127 ola bilməz, çünki 127 lokal hostun IP adresi kimi gedir. 127.0.0.1 olaraq lokal hostumuzun IP adresi gedir. B klass 128-191 aralığı, C klass 192-223, D klass 224-239 və Y klass 240-255 aralığında deyə bilərik. D klass və Y klasslar istifadə olunmur, çünki D klass multikast əlaqələrdə istifadə olunur əsasən. Y klass isə rezerv olunmuş IP adresləridir. Biz əsasən A klass, B klass və C klass IP-lərdən istifadə edirik. IP adresi haqqında network ID və host ID anlayışı mövcuddur. Network ID sabit hissədir deyə bilərik. Host ID isə dəyişən hissədir deyə bilərik. Məsələn, bu IP gördüyümüz kimi C class IP-dir. C class IP-dirsə bu ilk üçü network ID-dir. Digər geri qalan isə host ID. Yəni bu 170 dəyişə bilər. 169, 168, nə bilim 1, 2 hər biri ola bilər. Lakin bu hissə sabit qalacaq. Dəyişə bilməz. Əgər B klass olsaydı, bu ilk ikisi dəyişə bilməzdi. Geri qalan bu ikisi dəyişə bilərdi. A klass olsaydı da həmçinin yalnız bu dəyişə bilməzdi. Geri qalan üçü dəyişə bilərdi. Yəni belə desək, network ID bu olacaqdı. A klass olsaydı, qalanları host ID olacaqdı. Daha sonra subnet mask anlayışından danışaq. Subnet mask nədir? Subnet mask şəbəkəni alt şəbəkələrə bölmək üçün istifadə olunur və hər hansı IP-nin klassını təyin edir deyə bilərik. A klass subnet mask belə deyək 255.0.0.0 şəklində yazılır. B klass 255.255.0.0 şəklində yazılır. Burada yazmışam həmin şeyi. Baxa bilərsiniz. Bu A klass subnet maskdır, bu B klass və bu da C klass subnet maskdır. Və belə deyə bilərik ki, subnet mask IP-nin klassını təyin edir deyə bilərik. Məsələn, bunun subnet maskı 255.255.0'dır və gördüyümüz kimi bu C klass IP adresdir. Biz buna əsasən deyə bilərik ki, iki IP-nin şəbəkədə əlaqədə olması üçün biz bunları etməliyik. Məsələn, biz subnet maska baxırıq və əgər onun A klass olduğunu tapdıqsa, burada hər iki IP-nin ilk oktetləri bərabər olmalıdır. Digər oktetləri fərqli ola bilər.
Aha, daha sonra IP adresini vermək üçün DHCP protokolundan istifadə olunur. Dynamic Host Configuration Protocol. İlk öncə ondan başlayaq ki, IP adresləri həm statik IP ola bilər, həm də dinamik IP ola bilər. Statik IP-ni biz özümüz təyin eləyirik və dinamik IP-ni isə bizə DHCP verir. DHCP nədir? Dynamic Host Configuration Protocol bizə IP verir. Bu IP-ni necə verir? Bu IP-ni DORA prinsipinə əsasən verir. Bu proses necə olur? Gəlin bunu danışaq. Bu bizim cihazımızdır varsayaq və biz birinci Discover göndəririk, IP almaq istəyirik. Burada sadə şəkildə desək, mənə IP lazımdır deyə bağırırıq deyə bilərik. Sonra DHCP server bizə bir offer verir. Loro dildə desək, məndə belə bir IP var, istəyirsənmi deyir. Daha sonra biz request, əgər istəyiriksə request göndəririk və DHCP serverdə acknowledge ilə bu IP-ni bizə verir. DORA prinsipi də bundan ibarət idi. Başqa nə deyə bilərik? Aha, bəzən IP-ləri bu şəkildə görə bilərik. Bu nə deməkdir? Buradakı /24 seeder dəyəridir. Bu C klassı, məsələn, seeder dəyəri birlərin sayı qədərdir deyə bilərik. Məsələn, bunu ikilik say sistemə çevirsək, 2/24 qədər 1 var deyə bilərik. B klass olsaydı bu şəkildə, A klass olsaydı da bu şəkildə deyə bilərik. Şəbəkəyə qoşulmuş cihazların sayını tapmaq üçün isə biz bu düsturdan istifadə edə bilərik. 2/n-2. Burada n sıfırların sayı qədərdir deyə bilərik. APIPA. APIPA nədir? Yəni APIPA haqqında danışaq. APIPA odur ki, məsələn, biz statik IP təyin edirik və həmin statik IP başqasından mövcuddur. Yəni bizdən əvvəl başqası o IP-ni təyin edib. Biz həmin IP-ni məcburən təyin etmək istədikdə bu bizə APIPA adresi verir. APIPA adresi də 169.254.x.x şəklində olur və bu bizi ayrı bir yerə atır deyə bilərik də. Yalnız ancaq 269.254-lü IP-lərlə biz əlaqə qura bilərik, lakin digər heç bir IP ilə əlaqə qura bilmərik. Yəni öz lokalımızdakilərdən başqa heç kimlə əlaqə qura bilmərik. Daha sonra NAT. NAT nədir? NAT private IP-ni public IP-yə çevirmək üçün istifadə olunur. NAT-ın 3 növü var. Static NAT, dinamik NAT və PAT. Static NAT nədir? Static NAT bir private IP adresini bir public IP adresinə çevirir. Dinamik NAT isə bir neçə private adresini bir public adresə çevirir, bir public IP-yə çevirir. PAT nədir? PAT portlu private IP-ləri portlu public IP-yə çevirmək üçün istifadə olunur. Ping. Ping nədir? Ping şəbəkədə cihazla əlaqəmizin olub-olmadığını yoxlamaq üçün istifadə edirik. Ping ICMP protokolundan istifadə edir. Ping atan zaman biz 4 dənə ICMP echo request göndəririk və 4 dənə ICMP echo reply alırıq. Gəlin bunu göstərək. CMD-yə daxil olaq və ping 8888. Baxın, burada gördüyümüz kimi biz 4 dənə ICMP echo request göndərdik və 4 dənə ICMP echo reply aldıq. Burada Windows-da 32 byte olaraq göndərilir. Linux-da isə bu 64 byte-a bərabərdir. Burada TTL görürük. TTL nədir? TTL yəni requestimizin gedib gəlməyinə sərf olunan zamandır deyə bilərik. Time to live açılışı. Yəni yaşadığı müddət deyə bilərik. Burada gördüyümüz kimi 4 dənə request göndərildi. 4-ü də çatdı. 0% loss oldu deyə bilərik. Bəli, IP adresi haqqında danışacaqlarım bu qədər idi. Ümid edirəm video maraqlı və öyrədici şəkildə olmuşdur. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.